Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bu videoda 26 aprel 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi 9-lar üçün keçirilən buraxılış imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Kubun bütün tillərinin uzunluğunu 7 dəfə artırsaq, onun həcmi neçə dəfə artar? Kubun həcmi düsturu V bərabərdir A kub olduğuna görə 7-nin kubu, yəni 343 dəfə artacaq. İkinci sual. 4-də 5 bərabərdir 3, 2x-də 3. X-i deyir tapın. Çarpaz vursaq 10x bərabərdir 12. X 1,2 olar, yəni A variantı. Növbəti 59-cu sual. Qarışıq ədəd göstərin. Qarışıq ədəd həm tam, həm də kəsr hissədən ibarət olur. Yəni doğru cavab C variantı olacaq. Fx bərabərdir bu funksiyaların qrafiklə vermişdir. Ala biləcəyi tam qiymətlərin cəmini tapın. Jx fx-dən daha içəridə olduğuna görə, y-ə daha yaxın olduğuna görə jx-in əmsalı, yəni 2a-2 böyük olmalıdır 4a-16-dan. Buradan 2a kiçikdir 14, a kiçikdir 7 alırıq. Digər tərəfdən də bu parabolanın qolları yuxarı olduğuna görə, yəni hər ikisinin əmsalı müsbət olmalıdır. Burada 2a-2-ni böyükdür 0 göstərək, a 1-dən böyük eləyəcək. 4a-16-nı 0-dan böyük, a 4-dən böyük olacaq. Ortaq həll 4-dən böyüklərdir. Ona görə də 4-dən böyük 7-dən kiçik olacaq cavab. 5 ilə 6 cəmi 11 eləyəcək, yəni B variantı. Növbəti suala baxırıq. Deyir, sahəsi 96 kvadrat santimetr, diagonalları 3-4 nisbətində olan rombun hündürlüyünü tapın. Rombun sahə düsturu 2-də 1, D1 vur D2-dir. Bərabərdir 96-ya. Buradan D1 və D2-nin yerinə 3K, 4K yazsaq, 2-də 1, 3K vurulsun 4K, bərabər 96. 2 ilə 4 gedəcək 2, 6K kvadratı 96, K kvadratı 16 olacaq, K olacaq 4. K 4 olandan sonra D1 olur 12, D2 olur 16. Bizə rombun hündürlüyünü soruşur. Rombun əgər bilirik ki, diagonalları perpendikulyardır və 12, 16 alındısa, demək biri 6 imiş, biri 8 imiş. Perpendikulyar olduğuna görə tərəf olacaq 10. Pifaqor teoreminə görə 8-in kvadratı üstəgəl 6-ın kvadratı. Digər tərəfdən də rombun sahə düsturu AH-dır. AH bərabərdir sahəyə. Sahəndə 96 verib. Bərabər 96. A-nı 10 tapdıqsa, 10H bərabər 96. H olacaq 9,6, yəni Y variantı. 2 daxili bucağı 149-dan 3 bucağın 3-cü bucağını tapın. 180-dən 149 çıxacaq. 3 bucağın 3-cü bucağını tapın. 180-dən 149 çıxacaq, eləcək 31 dərəcə A variantı. Növbəti sual ifadəsini deyir sadələşdirin. Burada 18 ilə 9 gedəcək 2 qalacaq. 5 ilə də 25 gedəcək 5 qalacaq. X kvadratı ilə x kubun x-i gedəcək 1 qalacaq. Yəni yuxarıda qaldı 2, 5-in 10. Y-in y də gedəcək. Z-in biri bundan gedəcək, kub qalacaq. 10, x qaldı yuxarıda. Kəsirin sürətində. Məxrəcdə də z-in kubu. Demək 10x, z-in kubu. Doğru cavab B variantı olacaq. 64. Paralelogramın kör bucağı iti bucağından 2 dəfə böyükdür. Bucaqlarını tapın. Paralelogramın bir tərəfinə bitişi bucaqların cəmi 180 dərəcədir. 2 dəfə böyüksə, demək x 2x-dır. Cəmi 180 dərəcə. 3x bərabərdir 180. X olacaq 60. 60-dan 120. 60, 120 Y variantı olacaq. Qarşı bucaqlar bərabərdir deyə 2-dən 60 olacaq, 2-dən 120. Növbəti 65-ci suala baxırıq. K-nın hansı qiymətində ifadəsi eynilik olar? Buradan 9A plus B isə eynilik, yəni bərabərliyin sağ tərəfinin sol tərəfinə bərabərliyidir. 9A plus 9B olacaq. 9A'ları açsam, buradan KB bərabərdir 9B-yə. B'lər də açsa K bərabər 9 olmalıdır, yəni Y variantı. İlk 100 natural ədəd içərisindən neçəsi nə 2-yə, nə də 5-ə bölünmür? Neçəsi nə 2-yə, nə də 5-ə bölünmür? Demək, 2-yə bölünənləri yazaq. İlk 100 natural ədəd içərisindən 2-yə bölünənlər 50 dənədir. 50 dənəsi 2-yə bölünür. 5-ə bölünənlər də, demək 50 dənəsi 2-yə bölünürsə, demək nə 2-yə, nə də 5-ə bölünmür. Demək 2-yə bölünənlər 50 dənə, 5-ə bölünənlər 100 bölünsün 5, 20 dənə də 5-ə bölünür. Bu 2-yə bölünənlər, bu 5-ə bölünənlər. Bir də 10-a bölünənləri tapaq, ortaq bölünənləri. 10-a bölünənlər də 10 dənə. Demək, Venn diaqramında göstərirəm. 2, 5. 10-a bölünənlər 10 dənə ortada. 2-yə bölünən 50 dənə idi. Onu ortaya düşürsə 40-ı bura düşdü.
5'ə bölünən 20 dənə idisə, onu bura düşsə 10 dənəsi bura qaldı. Ümumi həm 2-yə, həm ümumiyyətlə 2-yə və ya 5-ə bölünənlər 40, 10, 10. 50, 60 dənədir. 60 dənəsi 2-yə və ya 5-ə bölünəcək. Demək, yerdə qalan 40 dənəsi nə 2-yə, nə də 5-ə bölünəcək. Yəni, D variantı olacaq. Növbəti sual. 10-a vururam hər iki tərəfi. 6 vurulsun x plus 4. 10-a vururam 8 vurulsun 12 minus x. Vurub açsam 6x plus 24 bərabərdir 96 minus 8x. Sol tərəfə keçsəm 8x-i 14x bərabərdir. 14x bərabərdir 96 çıx 24 yiyəcək 72. X bərabər olacaq 72 bölünsün 14. 2 xəsar eləsəm 7-də 36. Bu da 5-dən 7-də 1. Yəni A variantı olacaq. Davam edək. Növbəti sual. Təniklər sistemini həll edin. Birincini mənfi 4-ə vururam. Mənfi 4-ə vuranda mənfi 4x müsbət 8y müsbət 12. İkincini olduğu kimi saxlayıram. Buradan tərəf-tərəfə toplayanda 4x-lər gedəcək. 11y bərabərdir. 0y 0 olur. Y 0 olursa bunlar getdi. Y-in yerinə 0 yazıram. Burada 0 yazsan x bərabər olacaq mənfi 3-ə, yəni B variantı olacaq. Ən böyük tam əlin istəyir. Mənfi 5x-i sol tərəfə geçsəm müsbət 5x olar. 5x-dən 4x çıxanda 1x kiçikdir. Mənfi 7 çıx 5 mənfi 12. X mənfi 12-dən kiçiksə x-in qiymətləri mənfi 13-dən başlayacaq. Mənfi 13, mənfi 14 və s. mənfi sonsuza doğru. Ən böyük tam əlli mənfi 13 olacaq. C variantı. Sonra 70-ci sual. Tənliyini deyir, həll edin. Ümumiyyətlə, bu tənliyi həll etmək üçün hamısını 20-yə vururam. 20-yə vuranda bu da vurulacaq, bu da vurulacaq, bu da vurulacaq. 20 ilə 4 gedəcək 5 dəfə. 5-i vursaq 3y minus 2, 15y minus 10. Çıxılsın. 20-yə vuranda gedəcək 4 dəfə. 4 üçün 12. Mənfi mənfiyə dəyəcək müsbət olacaq. Üstə gəlsin 4y. Bir də üstə gəlsin 20-ni də 3-ə vuranda 60. Bərabər 0. 20-ni də 0-a vuranda 0 yiyəcək. 15y üstə gəl 4y, 19y bərabər, mənfi 10, mənfi 12, mənfi 22. O da müsbət 60. Müsbət 38 eləyəcək. O yüzden keçsə mənfi 38 olacaq, y olacaq mənfi 2. Yəni D variantı olacaq. 71-ci sual. Fəhlə deyir 1242 detal hazırladıqdan sonra onun aylıq planının 54% qaldı. Demək 54% qalıbsa bu 46% işin görüb. 46% 1242 detal imişsə, aylıq plan neçə detaldır? 100%də x. Bunu həll edəcək. Yəqin ki 1242 46-ya tam bölünür. 46. Buradan 46 ilə 100 aparım. Biraz balacalaşsın. 23, 50 dəfə. 23-ə bölək. 124-ün içində 23 yerləşəcək 6 dəfə, 5 dəfə. Bu da eləyəcək 515, bir yadda 115. Çıxanda eləyəcək 14-dən 5, 92. Bu da 4 dəfə. 54 dəfə qalacaq burada. 54-də 50-yə vuranda 5, 4-ün 22 yadda, 25, 27, 2700. 2700 A variantı olacaq cavab. Növbəti sual. İfadəsinin qiymətini tapın. Kökün dərəcələri eyni olduğuna görə bir kökün altında yazsaq bunları bir fərq bizəm olar. Yəni 12-nin kvadratı çıxılsın 4 kökdə 5-in kvadratı. 12-nin kvadratı 4 kökdə 5-in kvadratı. Bu da bizə verəcək kök altında 144 çıxılsın 16 vur 5, 80. 144-dən 80 çıxanda bu da bizə kök altında 64 verəcək. Deyəcək 8. Demək cavab 8 olacaq. 73-cü sual. Deyir 50-dən kiçik mürəkkəb ədədlər çoxluğu A ilə B-də bu olarsa birləşməsinin elementlərinin sayını tapın. Ondan kiçik daha doğrusu 50 yox. Ondan kiçik mürəkkəb ədədlər çoxluğu A ilə. Onda ondan kiçik mürəkkəb ədədlər başlayacaq 4, 6, 8, 9. Mürəkkəb ədədlər bunlardır. B çoxluğu da 1, 2, 4, 10. Deyir mürəkkəb ədədlər çoxluğu A ilə B çoxluğunun birləşməsinin elementlərinin sayını tapın. Əvvəl A ilə B-nin birləşməsini tapaq. Olacaq 1, 2, 4, 6, 8, 9, 10.
Birləşmə bu olacaq. Sayın istəyir 2, 4, 6, 7-dən olacaq cavab. Növbəti sual. Burada diqqət eləsək, burada A plus B-nin kvadratı var. Burada da 7 vurulsun A plus B var. A plus B-ni toplasaq, 4 tam 13'də 5, 2 tam 13'də 8, bu deyəcək 6 tam 13'də 13. Yəni 7 tam. 7-nin kvadratı çıx 7 vur 7. 49, 49, 0 eləyəcək cavab. Növbəti sual, 75-ci sual. AB, CD və EF düz xətləri O nöqtəsində kəsişir. AOC, bura 24 dərəcədir. Onda onun qarşılığı da 24 olacaq. Bura. FOD. FOD 46. FOD. Bura 46-dırsa 24 46 elədir. 70. Yəni 180 olması üçün 110 çatmır. YOB-nin istəyir elə 110 dərəcə. Doğru cavab. Növbəti sual. Otaqda olan şagirdlərin orta imtahan balı 74 idi. Otağa balı 94 olan daha bir şagird gəldi. Nəticədə şagirdlərin orta balı 79-a yüksəldi. Əvvəlcə otaqda neçə şagird var idi? Onda şagirdlərin əvvəlki şagirdlərin yaşlarının cəmi x olsun. Sayı da n olsun. Bərabərdir 74-ə. Deyir otağa bir nəfər əlavə gəlib. Bir nəfər gəlib. Balı da 94-dür. Onda sayı bir dənə artacaq. Bərabərdir deyir. Orta bal 79-a yüksəldi. 79 oldu. Deyir əvvəlcə otaqda neçə şagird var idi? Bizdən eyni soruşur. Biz burada x-in yerinə 74-dən qoyacaq. Çarpaz olaraq vursaq. Onda x plus 94 bərabərdir 79 n plus 79. X-in yerinə 74-dən yazsam plus 94 bərabərdir 79 n plus 79. 79 n-dən 74-dən çıxsam 5 n bərabərdir 94 çıx 79. Bu da bizə verəcək 15. Onda n olacaq 3. Demək 3 nəfər şagird var imiş. Növbəti sual 77. AOC 104 dərəcə olarsa, bizdən ABC-nin bu bucağı istəyir. 104 isə bunun qarşısındakı qövsün dərəcə qiyməti də 104 olacaq. Çünki mərkəz bucaq qövsünü ölçülür. Tam bucaq 360 olduğuna görə əks qövs, major qövs 360-dan 104 çıxarıq eləyər 256 dərəcə. Bu da daxilə çəkim bucaqdır. 256-ın yarısı olacaq, yəni 128 dərəcə. Növbəti sual 78. Bu ətraflı yazı tələb edən suallardır. Deyir A nöqtəsindən eyni zamanda 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Nöqtələrdən biri hər 36 saniyədən bir, digəri hər 63 saniyədən bir A nöqtəsindən keçirsə, bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsindən keçmələri üçün lazım olan müddəti müəyyən edin. Demək, bizə A nöqtəsi deyir, A nöqtəsindən 2 müxtəlif A nöqtəsindən eyni zamanda 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. A nöqtəsindən başlayır 2 müxtəlif nöqtə. Nöqtələrdən biri hər 36 saniyədən bir, digər hər 60 saniyədən bir A nöqtəsindən keçsə, bu nöqtəni 2 dəfə eyni anda A nöqtəsindən keçmək üçün lazım olan. Bunları əkop tapacağıq. Yəni biri hər 36 saniyədən bir, nöqtələrdən biri bu çevrənin üzərində. Deyək B nöqtəsi, C də buradadır. A nöqtəsindən başlayıb ikisi hərəkətə. Bu hər 36 saniyədən bir dövr edir. Bu isə hər 60 saniyədən bir. Əkop tapacağıq. Əkop 36, 63. Buradan 9-u əkobdan qarşıya çıxarsaq, burada 4 qalacaq, burada da 7 qalacaq. 9 vur 4 vur 7, bunların əkob olacaq. 9 4-ün 36, 36 vurulsun 7. 7 6-ın 42, 4 yadda 7 üçün. 21 o da 4, 25. Demək 252 saniyədən bir deyir. Onlar bu nöqtələrdən ilk dəfə eyni anda A nöqtəsindən keçmək üçün lazım olan müddəti müəyyən edin. 252 saniyə. Bunu da dəqiqəyə çevirsək 60-a bölərik. 60-a bölsək 4 dəqiqə 240 eləyər. 4 dəqiqə 12 saniyə. Demək 12 saniyə eləyir də 240. 12 saniyəni də 60-a bölsək 5də 1. 4,2 dəqiqəyə. 4,2 dəqiqə və yaxud da ki 252 saniyə olacaq cavab. Növbəti sual 79-cu sual. Tərəfləri bir-birinə paralel olan, demək, tərəfləri bir-birinə paralel olan 2 üçbucaq arasında qalan sahədən ibarət qaçış yolunun
Kənarına A və D təpələrindən başlayaraq aralarında məsafə 5 metr olmağa ağızlar əkilir. AB 120-dir. Bura 120-dir. AC 90-dır. BC 150-dir. DF 30-dur. Olarsa cəmi neçə ağac əkiləcək? DF 30-dursa, onda bunlar paralel olduğuna görə oxşar olacaqlar. Çünki bərabər məsafədir. Paralellik yaranacaq. 30-sa 90, 30 olubsa 150 olacaq 50. Bu 120 də olacaq 40. 3-ə bölüb yazacağıq. 30, 40, 50. Onda bu düzbucaqlı üçbucaq imiş. 120-nin kvadratı 90 kvadratı 150 düzbucaqlı üçbucaqdır. Deyir cəmi neçə ağac əkiləcək? Həm içəridən, həm çöldən deyir də. Tərəflər bir-birinə paralel iki üçbucaq arasında qalan sahədən ibarət qaçış yolunun kənarlarına A və D təpələrindən başlayaraq aralarındakı məsafə A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağızlar əkilir. Demək 5 metr olmaqla bunun perimetrini tapaq. 190, 150, 90. 120, 90, 150. 120, 90. 210, o da 150, 360. Birincinin perimetri 360 olacaq. 5 metrdən bir ağac əkəcəksə, ağacların sayını tapmaq üçün 5-ə böləcək. Bu 72 ağac çöldəki üçbucağın kənarları boyunca olacaq. İçəridəki də 30, 40, 50. Bu da 120 eləyir. 120-ni də 5 metrdən bir bölsək, 24 ağac da içəridə alınacaq. Ümumi 72, o da 24, 96 ağac lazım olacaq əkmək üçün. Demək 96 ağac. Demək qapalı fiqur olanda elə perimetri bölməklə ağacların sayını tapmaq olar. Növbət 80 sual. 2 sual qalıb. Eyni koordinat müstəvisində bu və bu ikiyə çevirən hərəsindən bir nöqtə götürülərsə, bu nöqtələr arasında ən böyük məsafəni tapın. Demək eyni koordinat müstəvisinin sistemində bunun mərkəzin koordinatları -3 ilə -2-dir. Bunun mərkəzin koordinatları 5 ilə 4-dür. Bunlar arasında ən uzaq məsafəni bizdən istəyir. Ən uzaq məsafə bu ən qıraqdan bu ən qırağa qədər olacaq. Necə tapacağıq? Mərkəzdən mərkəzə qədər məsafəni tapıb üzərinə həm birincinin radiusun, həm ikincinin radiusun gələcək. Onda 2 nöqtə arası məsafə üstünə görə D-ni tapaq. D bərabər olacaq kök altında 5 çıxılsın -3. Eləcə 8-in kvadratı üstə gəlsin. 3 çıxılsın, bu -2-dir də, -3, -2-dir. 4 çıxılsın -2, 6-ın kvadratı. Bu eləcək 10. 10 olacaqsa birincinin 16-dır, 4 radiusu 4-dür, əlavə 4 əlavə olunacaq. 9-dur, buna da 3 əlavə olunacaq. Üstünə 3 və 4-ü gələcək, 4 və 3. Olacaq 10 üstə gəl 4, üstə gəl 3. Yəni 17 olacaq, ən uzaq məsafə 17 olacaq. Və son suala diqqət edək. Bunu silirəm. Son sual deyir ki, məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəd, kiçik natural ədəd, məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəd, sürəti isə 1-ə bərabər olan adi kəsilə verilmişdir. 7-dən böyük, sürəti isə 1-ə bərabər, 31-dən kiçik, 30-a qədər. Bu kəsilərin təsadüfən seçilmiş birinin sonlu onluq kəsir şəklində yazıla bilməsi ehtimalı tapın. Demək, burada 23 kəsir var. 23 kəsir. Yəni 30-dan 8 çıxıb üstünə 1 gəlsək 23 kəsir eləyər. Mümkün hallar 23 olacaq. Əlverişli hal isə sonlu onluq kəsir şəklində yazıla bilməsi üçün. Sonlu olması üçün məxrəcin vurğularında 2 və 5-lər ancaq olmalıdır. Demək 8 olan olacaq, məxrəcin 8, 9 olmayacaq, 10 olan olacaq, 11 olmayacaq, 12 olmayacaq, 3 var. 13 olmayacaq, 14 olmayacaq, 15 olmayacaq, 16 olacaq, 17, 18 olmayacaq, 19 olmayacaq, 20 olacaq, 21, 22, 23, 24, 25 olacaq. Bunlar olacaq. 27, 28-də də təşkilində vurğularında 2 və 5-dən fərqli vurğular olduğuna görə olmayacaq. Bu da olacaq cəmi 2, 4, 5 dənə. Yəni doğru cavab 23-də 5 olacaq. Belə dəyərli izləyicilər, sağ olun. İzlədiyiniz üçün təşəkkürlər.